Bu Azərbaycanın ən son buraxdığı bullion, yəni qiymətli metal planşetə döyülmüş sikkədir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin 5 illiyi münasibəti ilə Azərgold tərəfindən zərb olunub. 999.9 əyarlı xalis qızıla döyülüb və 20 qram çəkisi var. Alternativ olaraq bunun 10 və 5 qramlıq variantları da var. Obverse, yəni ön hissədə mərkəzi element kimi Vətən müharibəsi memarı alınan zəfər tağı, zəfər yazısı, kənarda solda qələbə ilə olan 2020, digər kənarda sağda döyülmə tarixi 2025 həkk olunub. Özünə məxsus üslubu olan 8 rəqəmi isə Prezident Xalq Ordu Birliyi ilə tarixləşən 8 noyabr Zəfər gününü simvolizə edir. Mərkəzi dizayn elementi 8 güşəli ulduz ornamenti ilə belə gözəl şəkildə haşiyələnib. Qeyd edək ki, əsasən kolleksiyaçılar və investorlar üçün nəzərdə tutulan bullion sikkədən hər çəki çeşidi üzrə 200 ədəd olmaqla buraxılıb. Qiymətlərinə gəlincə Azərgoldun onlayn mağazasına əsasən 20 qram çəkili sikkənin qiyməti 5000 manat, 10 qramlığın 2520 manat, 5 qramlıq zəfər sikkəsinin isə qiyməti 1270 manat təşkil edir. Videonu bəyənib paylaşmağı unutmayın.